Ha, Zaur Akifoğlu da buradaymış ki. Salam aleyküm. Mən Nazım, salam, necəsən? Axşamı xeyir. Günlərim 26 aprel 2025-ci ildir. Saat 18:37-ni göstərir. Kəbəcərdəyik. Gəlmişik görək. Nətər gedir. Həm vətən havası tutmaq üçün gəlmişik. Suyundan içmək üçün gəlmişik. Günlərim Kəbəcərdə quruculuq işləri davam edir. Məsəl üçün, binaların içində təmir gedir, çölündə təmir gedir. Yolu düzəldirlər, yolları düzəldirlər. Sanitoriya yollar düzəldirlər. Görsən boruları. Borular görsən necə üst-üstə. Kanalizasiya sistemi düzəlir, su sistemi düzəlir. Kəlbəcərdə yüksək dərəcədə quruculuq işləri davam edir. İnşallah səbirsizlə gözləyirik ki, görək biz nə vaxt köçüb gələcəyik. İnşallah. İnşallah. Kəlbəcərlərə salam verirəm. Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə can sağlığı versin. Amin. Allah hökumətimizi qorusun. Bunların sayəsində gəlmişik 30 neçə ildən sonra öz vətənimizə basmışıq. Hamısına var ol deyirəm, sağ olun deyirəm. Əmək olan hər kəsə. Lazım, sən də sağ ol. Əziyyətimizi çəksən. Sağ ol abi, sağ ol, var ol. Sağ ol. Orada Şahbadlar Bilgəm mənim kəndi deyil. Bilgəm mənim oradan gedib oturub üzü Bərli rayona baxırmış. Bax, otururmuş orada qəşək. Bizden buradan oturup ona oradan oturup yüzü Bərli erməniləri var. Kəlbəcərdə yeni binaların təzədən tikintisi davam edir. Bu gördüğünüz təzə küçədir, yuxarıdadır. O təzə tikilən evlərdən yuxarıdadır. Hal-hazırda belə işlər gedir, binalar tikilir. Gördüğünüz kimi. Geçdək göstərir uzaqdan. Yuxarı düzə yaxın olan istədi. Binalar tikilir yenə. Köhnədən qalan evlərdir bunlar da. Belə. Köhnə borulardı çıxardıblar. Orada da nəsə qazıblar, katlavandı yəqin ki. Burada da yenə katlavandı. Burada Şaplar kəndi görsənir. Bizim gözəllərimiz Dilgəm məmnin kəndidir. Nizaminin kəndidir. Hə dostlar, bax belə yolu qaldırıblar hündürə. Görürsünüz bax belə. Çox yer qazıb aşağı salıb, çox yer hündürə. Çünki urban olmalıdır belə. Güzel Kəlbəcər, sakit hava var. Kəlbəcərdə. Cənnət havası var bu dəqiqə. Aprel'dir. 2025-ci il. Millinin başı. Aprel Kəlbəcər. Kəlbəcər bulaqları. Aprel 2025-ci il İstisu sanatoriyası iş gedir. Hal-hazırda burada da köhnə dağılmışını görürsünüz. Hörmətli dostlar.
yüksek seviyede iş gelir.